Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Başdağa Buzovna yolundakı sot yağının içində həqiqətən də gözəl belə bir həyət evi çıxıb. Bir zal, 3 yataq, bir mətbəxdən ibarətdir. Sənədlər çıxarışa yararlıdır. Qiymət 75 min. Əşyaların ola bilər ki, bəziləri qalsın. Və həyətdə bisetkasına qədər var. Hətta belə deyək, evin arxasında torpaq sahəsinə qədər var. Marşruta da yaxındır, belə deyək də. Fikir verin, inşallah giriş hissəsində evin ön tərəfi təqdim edirəm sizlərə. Və keçib arxasını, sonra da inşallah evin içərisini sizlərə təqdim edəcəm. Keçək evin arxasını göstərim sizlərə. Evin arxasında ev hardası 120 kvadratdır. 120 kvadratdır ev. Arxasında da var gördüyünüz kimi belə bir torpaq sahəsi var. Və keçək giriş hissəsini göstərəcəm sizlərə inşallah. Və giriş hissəsinə fikir verin. Belə bir giriş hissəsi var. Həm səliqəli bir şeydir, həm marşruta da yaxındır. Və yerdən də ən azından 4 daş kürsülü və belə deyək, padvalına qədər var. Və keçək inşallah evin içərisini sizlərə təqdim edin. Belə bir giriş hissəsini də göstərək. İçərisini sizlərə təqdim edək. Koridordan ayrı-ayrı otaqlar, istilik, kombidir. Və keçək zal hissəsini sizlərə təqdim edək. Belə bir gözəl bir zalı var. Yəni zal da balaca deyil, böyük bir zaldır. Zalını göstərək. Və keçək yataq otaqlarını göstərək. Yataq otaqları da böyükdür. Yəni kiçik otaqlar deyil. Böyük bir otaqlardır. Qiymət 75 min manatdır. Reallıq olarsa yəqin ki, inşallah indirim olacaq. Burada da bir otağımız var. Fikir verin. Burada da bir otağımız var. Və inşallah mətbəxini təqdim edəcəm siz. Və mətbəxini göstərək. Mətbəx də böyükdür. Qeyd etdiyimiz kimi əşyaların da bəziləri qalır və kamera sisteminə qədər var. Fikir verin. Və sanujelini göstərək. Burada da bir otağımız vardı. Bunu təqdim edilmişdik sizlərə. Və keçək sanujelini təqdim edir. Sanujeldə böyük var, fikir verin. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Buzovna yolundadır, Çiləqəli yolundadır. Tam təmirlidir, Kisot yarım torpaq sahəsinin içərisində. Sənəd çıxarışa yararlı, icranın sərəncamıdır. 75 min manat səhifəmizdə Məşdağa Məhkəməsi əməkdaşları rəhbərinin sizlərdən təşəkkür edirik.